Avtomobilin peçi hər iki tərəf soyuq vurur. Yoxladıq. Demək olar ki, heç vurmur. Biz də yoxlayırıq. İndi qoşmuşuq. Yəni çıxartmadan üstündə yürürük. Bizim aparatımız iki tərəfli vurur. Buradan gedir, buradan qayıdır. Lazım olanda istiqaməti dəyişirik. Yəni o bir tərəfdən gedir. Girişdən, çıxışdan hər bir tərəfdən yumaq olur. Yox, başlayaq. Bismillah. Bu avtomobildə sistemində nə vaxtsa yağ qarışır. O yağın fəsadlarıdır. Görürsünüz. İsti dəyən kimi əriyir. Yəni sistemə yağ qarışır, kitabçaya yağ qarışanda kitabçanı dəyişirlər bəzi ustalar. Müştəriyə deyirlər özümüz yağırıq. Özləri yalandan yuyurlar. Müştəri baxır ki, üzdən təmizdir. Amma gedir peşdə qalır. Qabaq radiatorda qalır. Yəni bunu aparatla yuyur, təmizləmək lazımdır. Ki bir də müştəri bax belə artıq xərcə düşməsin. İstiqamətini dəyişdik. İndi girişdən vurub çıxışdan çıxır. Adətən girişdən su vuranda çıxışda elə zibil olmur. Burada bağlayaq. Dəyişək. Demək olar təmizləndi, lakin bu təmizlikdən sonra bütün sistemi yumaq lazımdır. Keçək avtomobilimizi yoxlayaq. Avtomobili hələn bizim sudur. Bizim suyla yoxlayırıq. Görək neçə verir. Qalxır. Dərəb 35 verir. Qalxar. 36, 37. Burada 35, 32. Hələn qalxır. Yəni yaxşıdır. Hələn bizim su hardasa 70 dərəcədir. Bizim suyla 35 verirsə, avtomobilin öz antifrizdən daha çox verəcək. Hələm qalxır, 35 dərəcədir. Ora radiatorun sağ tərəf dib hissəsi olduğu üçün həmişə orayla, solla, sağda bir 5-10 dərəcə fərq eləməlidir. Hələm yuma prosesi də gedir. 37 qalxır, 47. Əladır. Əladır. Avtomobil normalda temperatur normal işləyən avtomobilin peçi minimum olmalıdır 40. Bu soyuq havalarda. Bizdə bizim suyla, bizim aparatla 38 verir. Yavaş-yavaş da qalxır. Sağ tərəf. Sol tərəf verir 48. 10 dərəcə fərq eləməsi də normaldır. Hələ də yuma prosesi davam edir.